Salam dostlar. Bu dəfəki videoda isə sizə artıq testlərdən ziyadə ikinci qrupumuz olan data modelləri haqqında məlumat verməyə çalışacağam. İlk baza modellərimizdən biri olan və ümumiyyətlə data analitikasında ən çox istifadə edilən model tiplərindən biri olan xətti reqressiya modeli haqqında danışacağım. Xətti reqressiya modeli haqqında keçməmişdən öncə veb saytımıza daxil olduqdan sonra data modellər hissəsində xətti reqressiya modelini seçə bilərsiniz və beləliklə bütün addımları tətbiq edərək rahatlıqla reqressiya modelinizi qura bilərsiniz. Burada platformada təqdim olunan reqressiya modeli ümumiyyətlə ədəbiyyat araşdırması zamanı ortaya çıxan bütün problemləri, bütün testləri eyni platformada birləşdirmək üçün e, nəzərdə tutulub və eyni zamanda hansı problemlərin yarandığı zaman tətbiq edə biləcəyiniz alternativ metodları da özündə əks etdirir. Ümumiyyətlə, xətti reqressiya modelinə keçməmişdən öncə istifadə edəcəyimiz fərqli bir dataset sizə tanıtmaq istəyirəm. Bu analizdə istifadə edəcəyimiz dataset tibbi xəstələrlə bağlı olacaq. Bildiyimiz qədərilə insanlar günümüzdə həmişə sığorta elətdirdiyi zaman, sağlıq sığortası elətdirdiyi zaman önəmli məqamlardan biri onların nə qədər öz sağlıqları üçün xərclədikləri gündəmə gəlir. Bizim burada istifadə edəcəyimiz model və nəticə etibarı ilə hər bir fərdin özünün demoqrafik faktorları və ya öncəki davranışları və ortaya çıxan xəstəlik vəziyyəti və s. pensiya vəziyyətinin olub-olmaması, yaralanması, olub-olmaması kimi faktorların ümumiyyətlə onların tibb üçün xəstəlikləri məbləği olan təsirini ölçəcəyik. Xətti reqressiya modelinə keçməmişdən əvvəl deyə biləcəyimiz ən önəmli məqamlardan biri bizdə burada aslı dəyişən dediyimiz dəyişənin kəsilməz bir dəyişən olmasıdır. Yəni burada göründüyü kimi tibbi xərclər bu dəyişən sayısal olaraq ifadə edilən və ən az dəyərdən başlayıb baxın maksimum dəyərə qədər gedən bir rəqəmlərdən ibarət bir topludur. Biz buna kəsilməz dəyişən deyə kateqoriyalaşdırmışdıq təsvir analitikada və əgər bizim asıl dəyişənimiz və digər dildən desək target variable'ımız kəsilməz dəyişəndirsə, biz bu zaman xətti reqressiya modelini istifadə edirik. Bizim burada digər videolarda izah etdiyimiz kimi t-testi, f-testindən önəmli fərq odur ki, burada sadəcə aslı dəyişənin tək bir faktordan asılılığı yox və yaxud da ki, korrelyasiya analizində olduğu kimi digər kəsilməz dəyişənlər arasında əlaqə gücünə baxmaqdan çox bizim burada etmək istədiyimiz bir neçə faktorun eyni anda istər bu faktorlar kəsilməz dəyişən olsun, yəni kəmiyyət göstəricisi olsun, istər kateqorik dəyişənlərdən ibarət keyfiyyət göstəriciləri olsun, bu göstəricilərin eş zamanlı olaraq, yəni bərabər zamanlı olaraq tibbi xəstələr üzərində olan təsirini ölçməyə çalışırıq və bu normalda reqressiya modeli olaraq adlandırılır. Belə bir analiz metodunu tətbiq etməyin üstünlüyü nədir? Təbii ki, əgər biz gəlirlə tibbi xərc arasında əlaqəyə baxsaq, tək faktorlu olaraq digər faktorların bütün təsirini göz ardı etmiş oluruq. Və yaxud da ki, t-testindəki kimi əgər iki qruplu kişi və qadınlara görə tibbi xərclər arasında ortalama fərqə baxsaq, sığorta növü pensiya, yaralanma və digər faktorların bütün təsirini göz ardı etmiş oluruq. Eyni zamanda deyək ki, əgər 2-dən çox kateqoriyaya sahib bir bizim faktor dəyişənimiz varsa, biz F test ediriksə, sadəcə deyək ki, sığorta növünü düşünək ki, 2-dən çox kateqoriyaya aiddir və bu 3 kateqoriyanın tibbi xərc arasında əlaqəyə baxsaq, bu zaman da F testi tətbiq etməliydik. Yenə də digər faktorların təsirini göz ardı etmiş olmuş olardı. Qısaca dostlar, əgər biz birdən çox faktorun eyni anda bərabər bir şəkildə paralel olaraq hər hansı bir target aslı dəyişən üzərində təsirini ölçmək istəyiriksə və izah etməyə çalışdığımız bizim aslı dəyişən kəsilməz dəyişən olaraq ortaya çıxırsa, biz bu zaman xətti reqressiya modelini istifadə edirik. İndi isə dostlar, biz burada rənglərlə ifadə etmişik. Bizim gəlir, yaş, ailə sayı, təhsil,
Kəmiyyət göstəricimiz olduğu halda cinsiyyət, sığorta növü, pensiya və yaralanma isə bizim kəmiyyət göstəricimizdir. Göstəricilərə diqqət etsək, tibbi xərc dediyimiz kimi kəsilməz dəyişəndir. Yaş bildiyimiz kimi ailə sayı, yəni ailədə neçə nəfər var, təhsil aldığı müddət, burada yəni təhsili var, o vardan sıfırdan başlayıb neçə il bu adam ən ali təhsilə qədər neçə il təhsili var, onu göstərən bir dəyişənimizdir. Cinsiyyət kişi və qadından ibarət bir kateqoriyadan ibarətdir. İstifadə etdiyi sığorta növü özəldir, yoxsa dövlətdir. Burada iki kateqoriyamız yer alır. Bu adam pensiyadadır, yoxsa deyil. İki kateqoriyadan ibarət bir faktor dəyişənimizdir. Öncəki həyatında ciddi yaralanmaları olub mu, olmayıb mu? Bu da iki kateqoriyadan ibarət bir faktor dəyişənimiz olaraq ortaya çıxır. İndi isə dostlar, biz dataseti tanıtdıktan sonra keçək platformada bu dataseti necə istifadə edərək analiz edəcəyik ona baxaq. Tətbiq edəcəyimiz addımlara gəldiyimizdə isə bu standart bizim ümumiləşdirilmiş bir prosedurdan ibarətdir. İlk öncə öz məlumatlarımızı daxil edəcəyik, modelin əsas və izah edici dəyişənlərini təyin edəcəyik, modelin ən önəmli fərziyyələrini yoxlayacağıq, hansı ki bunlar digər testlərdəki kimi normal paylanma və xətaların qeyri-bərabər və ya o sabit variasiyaya sahib olması ilə bağlıdır. Digər fərziyyələrimiz də ortaya çıxacaq. Çünki bu daha kompleks bir model olduğu üçün təbii ki, testlərdəki kimi sadə fərziyyələrin yanında əlavə izah edici dəyişənlərdən qaynaqlı və model spesifikasiyası ilə əlaqəli digər fərziyyələrimiz də ortaya çıxacaq və ümumiləşdirilmiş bütün fərziyyələrin yoxlanılması ilə bağlı qərarları verdikdən sonra düzgün modeli seçdikdən sonra ya da uyğun modeli seçdikdən sonra ən axırda biz öz nəticələrimizi şərh edəcəyik. Deməli dostlar, biz ilk öncə öz datasetimizi platformaya daxil edirik, tibbi xərclər datasını və biz burada tibbi xərcin asıl dəyişən olduğunu avtomatik olaraq seçildiyini görürük. Bizim üçün uyğundur, ona görə dəyişmirik. Müstəqil dəyişənlərim isə gəlir, yaş, ailə sayı, təhsil, cinsiyyət, sığorta növü, pensiya və yaralanma. Bütün digər faktorlar isə tibbi xərci açıqlamaq üçün bir izah edici dəyişən olduğunu biz göz önünə alırıq və modelimizi qururuq. Modeli qurduqdan sonra dostlar, təbii ki, ilk başda xətti reqressiya modelinin nəticələri gəlir. Ən kiçik kvadratlar üsuluyla xətti reqressiya modelinin qurulduğunu, Uber-White standart xətalarla sağlamlaşdırılmış xətti reqressiya modelinin qurulduğunu və qeyri-parametrik robust reqressiya modelinin qurulduğunu görürük. Bu modellər arasında hansının uyğun olduğunu seçməmişdən əvvəl biz ilk öncə modelin dizaynını və xətalarla bağlı önəmli fərziyyələri test etməliyik. Çünki bu addımlar əslində bizə hansı modeli seçəcəyimizi və yaxud da ki, modeldə hər hansı bir modifikasiyanın ehtiyac olub olmadığını öncədən göstərir. Biz ilk öncə bizim dəyişən seçimi ilə, yəni modeli dizayn etdiyimiz halda bizim gözləntimiz ondan ibarətdir ki, ilk öncə bunu bu şəkildə izah edək ki, bütün izah edici dəyişənlər arasında korrelasya olmayacaq. Bu nə ifadə edir? Əgər bizim modelə daxil etdiyimiz izah edici dəyişənlər arasında çox güclü, buradakı kimi müstəqil dəyişən, izah edici dəyişən çox güclü korrelasya olarsa, bu modeldə meyillilik yaradacaq. Yəni, əldə olunan əmsallar düzgün hesablanmamağa başlayacaq. İkinci halda ki, korrelasyanın yüksək olması onu ifadə edir ki, bizim üçün təkrarlanan dəyişən effekti yaradır. Yəni, deyək ki, iki eyni informasiyanı verəcək dəyişənin modelə daxil olmasını göstərir. Bunu necə test edilir? Əgər əldə olunan varians inclusion faktor BIP dəyərləri onun altındadırsa və eyni zamanda ortalama BIP dəyəri onun altındadırsa, modeldə ciddi multiklonarlıq probleminin olmadığını deyirik. Baxırıq ki, bütün daxil etdiyimiz dəyişənlərin BIP dəyərləri ondan kiçikdir və biz bu halda modeldə ciddi multiklonarlığın olmadığı qərarına gəlirik. İkinci halda, əgər biz dəyişən kombinasiyasının BIP dəyərlərə görə düzgün seçildiyi qərarına gəliriksə, ikinci halda baxırıq ki, ümumiyyətlə qurduğumuz model həqiqətən bütün izah edici dəyişənləri diqqətə alan modeldir, yoxsa deyil. Bu nə ifadə edir? Əgər biz həqiqətən bizim tibbi xərcləri açıqlaya bilən 10 əsas faktordan 3-ünü diqqətə almışıqsa,
Geridə qalan 7 dəyişəni modelə daxil etməmişiksə, bu bizim üçün ciddi spesifikasiya xətası deməkdir. Yəni, modeldə elə bir dəyişən yer almalı idi ki, siz onu modelə daxil etməmisiniz. Normalda biz buna ədəbiyyatda omitted variable problemi deyirik. Yəni, araşdırmacı və tədqiqatçı deyək ki, ümumiyyətlə model quran istənilən data analitik bu dəyişəni diqqətə almamaqla modeldə ciddi xətaya səbəb olacaq bir problemə yol açır. Baxdığımız zaman biz burada normalda biz bunu Ramsey reset testinin test edirik. Baxırıq ki, bu fərziyyənin ödənməsi, yəni H0 hipotezi olan modeldə ciddi spesifikasiya xətası yoxdur hipotezi rədd olub p-value dəyərinə görə 0,05-dən kiçik olduğu üçün. O deməkdir ki, siz modelinizi modifikasiya eləməlisiniz. Nəyi nəzərdə tutun? VIP kriteriyasına görə gəlin oxuyaq. İzahedici dəyişən martikonlarlıq yoxdur. Biz buna qərar verdik. Ancaq Ramsey reset testinin nəticəsinə görə modeldə diqqətə alınmayan dəyişənlər mövcuddur. Bu səbəbdən modelin izahedici dəyişənləri yerindən gözü keçirməsi və bütün zəruri dəyişənlərin diqqətə alınması tövsiyə olunur. Dostlar, modeldə Ramsey reset testinin ümumiyyətlə H0 hipotezinin rədd olunması sadəcə gözdən qaçırılan dəyişənlərlə bağlı olmayıb. Yəni, deyək ki, başqa spesifikasiya xətası olan modelin düzgün transformasiya edilməməsindən də əsaslı olar. Yəni, deyək ki, əslində çox böyük skelə sahib dəyişənlərin biz modelə xətti formda daxil etmişik. Yəni, əslində qeyri-xətti bir əlaqə var. Biz bunu dəyişənlərə görə xətti formda modelə daxil edərək belə bir spesifikasiya xətasına yol açmışıq. Biz bunu hardan bilə bilərik? Ümumiyyətlə, bir model qurmamışdan əvvəl biz məntiq cəhətdən düşünməliyik ki, bizim dəyişənlər arasında asılılıq necə bir funksional asılılığa sahibdir? Gəlin məntiqlə biraz düşünək və məntiq sonra da statistika istifadə edəcək burada. Deyək ki, insanların gəlirləri artdıqca tibbi xərclər arasında əlaqə necə baş verə bilər? Yəni, gəlir artdıqca tibbi xərc dəmi ona bağlı olaraq artır. Məsələn, gəlir 10 manat artdığı halda tibbi xərcimiz 10 manat artırmı və ya da 10 manat azalırmı? Əslində bu qədər ciddi bir paralellik yoxdur. Yaş da eyni qaydada. Deyək ki, əgər bizim yaşımız 20 yaşdırsa, 20 yaşla 21 yaş arasındakı tibbi xərcdəki fərqlilik 50 yaşla 51 yaşdakı 50 yaşdan 51 yaşa keçid edəndə yarada biləcəyi tibbi xərc effektinə bərabərdirmi? Xeyr. Çünki aşağı yaşlarda yaş artımı tibbi xərci daha belə deyək də az təsir göstərirkən yuxarı yaşlarda bu daha fərqli nəticə göstərəcək. Yəni əslində məntiqlə ortada bir qeyri-xətti əlaqə var. Yəni dəyişənlər arasında əlaqənin tipi paralel olaraq xətti artışa doğru, yəni bir vahidə artışa doğru asılı dəyişəndə mən bir vahidə azalma və artma gözləmirəm. Yəni qeyri-xətti bir əlaqə var. Biz bunu necə diqqətə alacağıq? Ümumiyyətlə, dəyişənlərə baxaraq məntiq olaraq biz bunu görə bilirik. Təhsil və ailə sayına da eyni qaydadadır. Amma biz bunu konkret olaraq necə diqqət alaq? Gəlin birinci onu danışaq. İlk öncə data analitikası bölməsində təsvir edici analitika hissəsinə qayıdıram və eyni dataseti bura yükləyirəm. Və burada bütün kəmiyyət göstəricilərimi seçirəm. Tibbi xərc, gəlir, yaş, ailə sayı və təhsil. Və statistikaları hesablayayım. Baxdığımız zaman dostlar, baxırıq ki, ümumiyyətlə tibbi xərc datasının minimum dəyərini 3 manatdan başlayır. Ola bilər, çox az bir xərc ola bilər. Maksimumda 125.610 kimi bir rəqəm. Görürük ki, buradakı artış heç də xətti bir artışa oxşamır. Yəni 3 manatdan başlayıb 125 min manata qədər artış göstərən bir dəyər küməsi var və bu dəyər küməsi xətti artışdan çox eksponensial artışa oxşuyur və biz buna görə tibbi xərc datasının əslində loqaritmik formunda, yəni daha çox xəttiləşdirib, sıxışdırıb modelə daxil etməliyik. Diqqətli olun, nəyi nəzərdə tuturam. Əgər modelə dəyişən olduğu kimi daxil olursa, bu xətti asılılığı ifadə edəcək. Əgər loqaritmik dönüşüm olaraq modelə daxil olursa, bu artıq eksponensial bir
asılılığı izah edəcək. Biz bunun nə zaman normalda dəyişənlərin loqaritmasını alırıq? Əgər dəyişən çox böyük bir aralığa sahibdirsə, yəni maksimum və minimum dəyərlər arasında baxın 3 ilə 125.610 kimi bir aralığa sahibdirsə, biz xətti reqressiya modeli qurduğumuz üçün bunu sıxışdıraraq xəttiləşdirməyə çalışırıq. Loqaritma almaq nəyə görə dəyərləri xəttiləşdirir? Gəlin bir eksperiment edək. Tibbi xərc datasına baxaq. Çox sadə bir elem funksiyasını istifadə edəcəm və burada tibbi xərcin 3 dəyəri ilə, baxın, 3 dəyəri ilə 24 dəyəri arasındakı fərqə bax. Baxın, əgər 3 dəyəri ilə 24 dəyəri arasında hardasa 8 dəfəyə yaxın fərq varkən, loqaritma alınmış datada 1 ilə 2.99, yəni təqribi 3 dəfəyə yaxın fərq var. Görürsüz, aradakı loqaritma almaq bizim üçün nəyə kömək edir? Yəni, normalda əsl dəyərlər arasında 8 qat fərq olduğu halda loqaritma alınmış datada bu fərq 3-ə enir. Ona görə çox böyük skelə sahib datalarda biz loqaritmalara onu sıxışdırmağa yönəlirik ki, bu analitik prosesdə həddindən artıq çox istifadə olunan bir scale metoddur. Bunun başqa səbəbi var. Növbəti mərhələlərdə davam etdikcə bunun səbəbini deyəcəm. Nəyə görə loqaritmik transformasiya istifadə edirik. Və geriyə qayıtsaq görərik ki, 3 ilə 125.000 arasındakı fərq çox ciddi olduğu üçün tibbi xərcin loqaritması alınmalıdır. Gəlin gəlirə baxaq. Gəlir də yenə 2.3 ilə 31.000 arasındadır. Həddindən böyük bir arada scale fərqi var. Bu dəyişəndə loqaritması alınmalıdır. Yəni təhsillə yaş və təhsil və ailə sayına baxaq. Baxdığımız zaman görürük ki, ailə sayı çox limitli bir aralığa sahibdir. Yəni bir ailədə bir nəfərlə maksimum 13 nəfərə qədər, çox böyük ailədirsə 13 nəfərə qədər bir aralıq var. Çox ciddi bir scale fərqi yoxdur. 13 addımlı bir arta biləcək bir scale var. Təhsil səviyyəsi baxın minimum 0 ilə 17 arasındadır. Yenə bir artacaq bir skelə sahibdir. Yaş da burada yuxarı yaşlardan toplanan data olduğu üçün 55 ilə maksimum 80 arasında. Yenə 1 byte, 1 byte, 1 byte artıra biləcəyim bir skelə sahib. Sada dostlar, tibbi xərc və gəlir effekti insanların ümumiyyətlə yaşam tərzi və yaxud da ümumiyyətlə bu datasetdə çox böyük scale effekti yaratdığı üçün bu iki dəyişənin loqaritmasını almaq tərəfdar olacağam. Digər kəmiyyət dəyişənlərin isə loqaritmasını almayacağam. Bu təbii ki, mənim qərarımdır. Elə bir tədqiqatçı ola bilər ki, tibbi xərcin loqaritması sadəcə alıb digərlərini almaya bilər və yaxud da ki, heç ümumiyyətlə loqaritma almaya bilər. Amma bu loqaritma alma məsələsi mənə irəlidə daha keyfiyyətli model quracağıma kömək etdiyi üçün mən bu addımı izləmək istəyirəm. Keyfiyyət göstəricilərin isə rəqəm olmadığı üçün qətiyyən loqaritması alınmır. Bunu da yadda saxlayaq. İndi isə əvvəlki pəncərəyə qayıdıram və yenidən modelimi qurmağa çalışacağam. Datasetimi import edirəm. Tibbi xərc datası, gəlir, yaş, ailə sayı, təhsil, cinsiyyət, sığorta növü, pensiya və yaralanma. Hər birini daxil etdik və dedik ki, təsviri statistikalara baxıb minimum və maksimum dəyərlər arasında həddindən artıq çox scale effekti olan gəlir və tibbi xərc datasının dəyişənlərinin loqaritmasını alaraq yoluma davam edirəm. Baxdığımız zaman yeni bir model quruldu və aşağıya doğru gedib model spesifikasiyasını yenidən yoxlamaq istəyirəm. VIF dəyərlərinə baxdığımız zaman görürük ki, bütün VIF dəyərləri ondan kiçik olduğu üçün VIP problemim yoxdur, dəyişən artmatik ondan yoxdur və gəlin baxaq Ramsey reset testinə. Bam bam, gördüyümüz kimi artıq Ramsey reset testi H0 hipotezi rədd olunmur, çünki 0.05-dən böyük bir dəyər əldə olmuşuq və qurduğumuz modelin spesifikasiyası, yəni asıl dəyişənlə izah edici dəyişənlər arasında qurulan asılılığın həqiqətən xətti formu ifadə etdiyi yönündə hipotezi mən qəbul etmişəm və modeldə ciddi bir spesifikasiya xətası olmadığı qərarına gəlirəm. Burada nəyi nəzərdə tuturuq? Əgər modeldə ciddi spesifikasiya xətası yoxdursa, modelə daxil etdiyimiz bütün dəyişənlərin əldə etdiyimiz əmsalları, yəni koefficientlarına
tamamen güvənə bilərsiniz. Çünki model ciddi bir spesifikasiya xətası daşımır. Eyni zamanda multikonlarlıqda olmadığı üçün bu əmsallar yuxarı və aşağı meyilli olmayacaq. İstər spesifikasiya xətasından qaynaqlı olaraq, istər modeldəki multikonlarlıqdan qaynaqlı olaraq bir meyillik əldə etməyəcəksiniz. Gəldik ikinci mərhələdə modelin spesifikasiya xətasını həll etdikdən sonra model xətalarının yoxlanılması. Model xətalarının yoxlanılması mərhələsi əslində bizim az öncəki videolarda danışdığımız T və F testlərinə bənzərdir. Əgər biz əvvəlki T və F testlərində məlumatların normal paylanması və bərabər variasiya sahib olmasını istəyirik, biz reqressiya modellərində modelin ümumi xətalarının normal paylanması və variasiyaların bərabər olmasını istəyirik. Təbii ki, bunların pozulması normaldır. Çünki real həyatda biz sabit variasiyaya sahib və normal paylanmaya sahib xəta əldə etməyimiz qeyri-mümkündür. Çünki real datalarda biz bunları çox vaxt ödənmədiyini görürük. Amma bunların ödənməməsi təbii ki olaraq bizim üçün problem deyil. Biz bu problemləri model daxilində, yəni spesifikasiya xətası kimi gedib modeli yenidən qurmaq və ya da modeli yenidən dəyişən gətirmək, modeli transformasiya etmək və s. kimi mərhələlərlə uğraşmadan sadəcə modelin tipini dəyişməklə, yəni əlimizdəki alətlərdən istifadə edərək bu problemləri həll etməyə çalışırıq. Baxdığımız zaman heteroskedastik problemi dediyimiz bizim xətaların sabit variansa sahib olması hipotezi rədd olunub. Çünki prob dəyəri %5-dən kiçikdir. Bu qaydanı da xatırladaq ki, bütün fərziyyələrdə, bütün yoxlanan model keyfiyyətini, test keyfiyyətini ölçən bütün testlərdə %5-dən kiçik dəyər əldə olunması o fərziyyənin ödənmədiyi, keyfiyyətli göstəricinin əldə olunmadığı qərarına gəlindiyi üçün biz burada problemin olduğu qərarına gəlirik. Yəni bu bizim ümumi qızıl qaydamız kimi bir şeydir ki, bütün fərziyyələri biz test edərkən %5-dən kiçik dəyər əldə olunması o problemin olmasını göstərir. Modelin dəyişən variasiyalı olması, Skunis və Kurtotis dəyərlərində S-in 0-a K-nın 3-ə bərabər olmadığını qəbul etmişik. Çünki burada da H0 hipotezlər rədd olunub və ümumiyyətlə birləşdirilmiş normal paylanma testinə, yəni S-in və K-nın eyni anda 0-a və 3-ə bərabərliyini test edən testin də normal paylanma uyğun olmalı. Gəldik dostlar, biz burada qırmızı ilə göstərilən bizim üçün əsas şərt. Deyirik ki, birləşdirilmiş normal paylanma testinə görə chi-squared paylanmasının statistikası 32,582 əldə olunub və %5-dən kiçik olduğu üçün xətalar normal paylanmaya uyğun deyil qərarına gəlir. Gəlin burada baxaq. Ümumiyyətlə, burada niyə xətalarımız normal paylanmaya sahib olmalıdır? Bu gözlənən idi, bəli, gözlənən idi. Çünki nəyə görə? Xüsusən Kurtotis dəyərinin prob dəyərinə baxdığımız zaman görürük ki, bizim burada Kurtotis dəyərinin K-nın 3-ə bərabər olma hipotezi rədd olunub. O deməkdir ki, sizin datasetdə elə dəyərlər var ki, bunlar həqiqətən ortalama insanlardan çox uzaqlaşır. Misal üçün, bayaq tibbi xərc təsvir edici statistikasını göz önümüzdə gətirək. Orada çox kiçik dəyərlər də var idi. 3-də və çox böyük dəyərlər var idi, 10.000-in üzərində olan dəyər. Bu datasetdəki outlierləri ifadə edir və outlierlər olduğu üçün kurtosis problemi yaranır. Yəni kurtosis probleminin yaranma səbəbi daha çox datasetin keyfiyyət deməyim də real həyatda olan insanların uc dəyərlərdə yer alması ilə bağlı olaraq yaranır. Skunis dəyərinin pozulması isə kümələmə effekti deməkdir. Yəni bir clustering effekti var, S-in 0-a bərabər olması. Həddindən çox insanlar çox az tipli xərcləyib, ya da ola bilsin ki, həddindən artıq çox insan olduqca yüksək tibbi xərcə sahibdir. Yəni sağa və sola meyilli bir clustering effekti ya da kümələmə effekti deyə bilərik buna. Qruplaşdırma effekti deyə bilərik Azərbaycan dilində. Qısaca baxdığımız zaman görürəm ki, normal paylanmanın həm clustering olma effekti var, həm də outlier effekti var. Buna görə mən normal paylanma fərziyyəsi ödənməyib. Normaldırmı? Bəli, normaldır. Çünki datasetimin özünün və mənim üzərində işlədiyim case-dən zaten düşündüyüm bir məqam ortaya çıxıb. Ona görə mən tamamilə bu outlier təsirlərini və yaxud da ki, sağa və sola meyilli olma təsirlərini daha azaldacaq bir metod istifadə etməliyim. Və məntiqlə əgər mən
biraz məntiq əlavə vuraq. Standart T test edəndə, normal paylanma pozulanda mən nə edirdim? Man-Whitney U test edirdim. Non-parametrik bir test tətbiq edirdim. Çünki orada ortalamalar üzərində dəyərlərə deyil, misal üçün mediana daha çox güvənməliyik. F testində də eyni qayda. Yəni normal paylanma pozulmuşsa, Kruskal-Wallis test edirdim və qeyri-parametrik testlə oradakı pozulmanı cover edirdi. Burada da eyni qaydada, yəni reqressiya modelində normal paylanma pozulubsa, e, mən bu zaman qeyri-parametrik olan robust reqressiya modeli etsəm. Robust reqressiya modelinin arxa fonundakı işləmə prinsipi standart ən kiçik kvadratlar üsulundan fərqlidir. Bu fərqliliyi mən izah etməyəcəm, çünki burada tətbiq olaraq müəyyən məsələləri göstəririk. Amma maraqlanan insanlar üçün M-estimation, S-estimation kimi müəyyən metodlar var. Bu, outlier təsirlərini scale edərək, onlara müəyyən weightinglər verərək modelin əmsallarını yenidən hesablamağa kömək edir və bu da datasetdəki o kurtoz qaynaqlı olan outlier təsirlərini ortalama ətrafında olan dəyərlərə görə təsirini azaldaraq modeli daha dəqiq hesablamamıza kömək göstərir. Qısaca, robust reqressiya modeli normal paylanmanın pozulduğu halda ən güvənilir model tiplərindən biridir və ümumi prinsip isə bütün fərziyyələri gözdən keçirdiyim halda modelin dizaynla bağlı multikonlarlıq probleminin olmaması, yəni seçilən izah edici dəyişənlər arasında korrelasyanın yüksək olmamasını bu mənim üçün üstünlüyüdür. Ödəndiyini gördüm. Modeldə ciddi spesifikasiya xətasının olmadığını gördüm. Çünki model düzgün linkləmə funksiyası ilə qurulub. Yəni xətti asılılıq həqiqətən xətti deyilsə, loqaritmik transformasiya ilə xəttiləşdirərək modelin spesifikasiyası, yəni matematiksel formu düzəldilir. Bu mənim üçün okeydir və model dizaynı ilə bağlı ciddi problemim yoxdur. Xəttlər dizaynı ilə bağlı problemə gəldikdə isə gerçək həyatda tamamən gözlədiyim dəyişən variasiya və normal paylanmanın pozulma vəziyyətini görürəm və bu halda mövcud dəyişənlər kombinasiyası istifadə edərək normal paylanmanı və dəyişən normal paylanma deyil, normal paylanma pozulmasını cover edəcək robust reqressiya modeli mənim üçün ən uyğun modeldir. Ona görə üçüncü qurulacaq model, yəni qeyri-parametrik robust reqressiya modeli artıq mənim üçün tam güvənilir bir modeldir. Mən bu modeli şərh edə bilərəm. Səbəb və nəticələri ilə bir yerdə ümid edirəm, izah etdim sizə. İndi isə seçəcəyim modeldə mənim üçün əldə etdiyim əmsallar, onların prob dəyərləri anlamlı olub olmaması mənim üçün nə ifadə edir? Gəlin ona baxaq. Baxdığımız zaman görürük ki, gəlir dəyişəninin tibbi xərc dəyişəni üzərində təsiri statistical insignificant, yəni əhəmiyyətli deyil. Ona görə ki, prob dəyəri 0,05-dən böyük əldə olunub və bu təsirin sıfıra bərabər olma hipotezi rədd edilməyib. Burada az öncə dediyimiz kimi, əgər fərziyyələr ödənməsi vəziyyətində, fərziyyələrin ödənməsində diqqətli olun, burada qarışdırılan məqamlardan ən önəmli məqamlardan biri budur. Bütün universitetdə və yaxud da ki, özəl təlimlərdə reqressiya modeli haqqında danışanda ən çox gələn suallardan biri budur. Müəllim, niyə görə biz fərziyyələri test edərkən prob dəyərinin %5-dən böyük olmasını pozitiv qəbul edirik? Ancaq modelin özünə gəlib düzgün modeli seçdikdən sonra dəyişənlərin prob dəyəri, yəni onun statistik əhəmiyyət testinin %5-dən böyük olana deyirik ki, əhəmiyyətli deyil. Bu tamamən statistik bir problem deyil. Bu sadəcə bizim qoyduğumuz hipotezlərin hansının qəbul və rədd olması ilə bağlıdır. Əgər biz fərziyyələrdə deyirik ki, H0 hipotezi normal paylanmaya uyğundur, xətalar. Uyğun olması mənim üçün üstünlükdürsə, təbii ki, prob dəyərinin 0,05-dən böyük olmasını istəyəcəm və qəbul edəcəm ki, normal paylanma uyğundur. 0,05-dən kiçik olması normal paylanma uyğun olmayacaq, bu mənim üçün negativ haldır. Ancaq mən əgər əmsalların sıfıra bərabər olub olmaması, yəni anlamlı təsirə malik olub olmaması test edirəmsə, burada H0 hipotezi bundan ibarətdir. Gəlirin tibbi xərc üzərində təsiri sıfırdır. Əgər mən sıfır olmasını qəbul etsəm, H0 hipotezini qəbul etsəm 0,05-dən böyük, deməli bu dəyişənin təsiri yoxdur. Yəni burada 0,05-dən kiçik və böyük olması sizin hansı hipotezi rədd edib etməyəcəyinizə bağlıdır. Amma nəticə etibarilə hipotezin düzgün qurulmaması artıq bu sizə bağlı. Əgər hipotezi düzgün qurmamısınızsa, o zaman qərar verəcəyiniz məqamda səhv olacaq. Okay. Yəni, əgər biz bunu çaşmamaq üçün əgər əzbərə bağlayırsa, o zaman deməliyik ki,
əmsallar üzərində işləyəndə, modelin əmsallarının statistik olaraq əhəmiyyətli olub olmaması üzərində işləyəndə prob dəyəri 0,05 böyük olanlar mənim üçün əhəmiyyətsiz təsirə malikdir. 0,05-dən kiçik olanlar isə əhəmiyyətli təsirə malikdir. Amma modelin fərziyyələrini test edərkən 0,05-dən böyük olması mənim üçün o fərziyyənin ödənməsi pozitiv halıdır, kiçik olması isə ödənməmə halıdır, pis olması vəziyyətidir deyə bilərik. Baxdığımız zaman görürük ki, gəlirin, cinsiyyətin və pensiyada olub olmamasının tibbi xərc üzərində çox əhəmiyyətli bir təsiri yoxdur. Çünki bunların prob dəyəri 0,05-dən böyük əldə olunur. İndi isə gəlin 0,05-dən kiçik olanlara baxaq. Yaş, ailə sayı, sığorta növü və eyni zamanda yaralanmanın tibbi xərc üzərində ciddi təsir edici faktoru var. İndi baxaq, bu əmsalları biz necə şərh edəcəyik? Baxdığımız zaman yaş faktoruna baxaq. Diqqətli olun, biz modeli transformasiya etmişik və modeli şərh edərkən transformasiyanı diqqətə almalıyıq. Yəni, əgər aslı dəyişənimizi biz loqaritmik transformasiya etmişiksə, izah edici dəyişənlərdən loqaritmasız olanları biz 100-ə vurmalıyıq. Amma loqaritmalı olanları isə 100-ə vurmağımıza ehtiyac yoxdur. Nəyi nəzərdə tuturam? Gəlir 1% artanda tibbi xərclərimdə 0,05% nə olacaq? Azalma olacaq. Çünki burada hər ikisi dəyişənlə loqaritmik transformasiya olduğu üçün yuxarı qayıdıb baxaq, hansı dəyişənlə loqaritmasını almışıq? Tibbi xərc və gəlir. Gerdə qalanların isə loqaritması alınmayıb. Bunları mən nəysə vurub bölməyə ehtiyacım yoxdur. Çünki hər iki tərəf loqaritmalıdır, elastiklik əmsalını ifadə edir. Faiz artımına qarşı faiz artımı olaraq şərh edəcəm. Digər dəyişənlər isə artıq yarı elastiklik model olduğu üçün. Çünki əsas dəyişən, aslı dəyişən loqaritmalı alınıb, amma izah edici dəyişənlər loqaritmasızdır. Bu zaman nə etməliyəm? Sağ tərəfdəki bütün dəyişənləri 100-ə vurub, sol tərəfdəki loqaritmayı bərabərləşdirməliyim. Baxaq, yaş 1 yaş artanda, diqqətli olun, yaşın loqaritmasını almamışıq. Bizim tibbi xərclərimiz 2,4% neyiniyir? Artır, 100-ə vurmalıyıq. Ailə sayı 1 fərd artanda mənim tibbi xərcim neyiniyir? 9,5% azalır. Təhsilim 1 ilə artanda mənim tibbi xərcim neyiniyir? 0,3% neyiniyir? Artmağa başlayır. Əgər cinsiyyət qadındırsa bir fərdin, kişilərlə müqayisədə burada dummy variable məntiqi olduğu üçün və faktor dəyişən olduğu üçün digər qrupla müqayisədə ortalama fərqi ifadə edirik. Baxın, t-testi məntiqidir əslində. Digər t-testində biz baxırıq ki, arada anlamlı fərq var yoxsa yox. Burada isə reqressiya modelində aradakı fərqin nə qədər olduğuna bax. Baxırıq ki, 4,7% nədir? Qadınların tibbi xərci azdır. Amma bu ciddi statistical significant fərqdir. Çünki prob dəyəri %5-dən böyük. Əgər bir sığorta növü özəldirsə, dövlətə görə xərc nə qədər çoxdur? 19,8% çoxdur. 100-ə vurmalıyıq və ya dediyim səbəbə görə. Bir şəxs əgər pensiyası xeyirdirsə, yəni pensiyada deyilsə, onun tibbi xərci 4,2%, pensiyada olanlara görə nədir? Azdır. Amma bu ciddi fərqdirmi? Xeyr. Çünki prob dəyəri %5-dən böyükdür. Bir şəxs əgər daha öncə yaralanması yoxdursa, yaralanması olanlara görə, yəni bəli qrupuna görə, onun tibbi xərci 42,9% azdır. Baxın, görsənir nə qədər ciddi fərq var, statistik signifikant bir fərqdir. Yəni, əgər daha öncə yaralanma halı yaşanıbsa, ciddi xəsarət alma halı yaşanıbsa, onun tibbi xərcində 42,9% azalma olacaq. Aydındır, ümid edirəm bu hissəsə. Şərhlər də ümid edirəm aydın olmuş oldu. Mənim ümumiyyətlə reqressiya modelindən həm gözləntimiz, həm də ümumiyyətlə tətbiq edəcəyimiz addımları çalışdım qısa bir şəkildə ifadə edim. Bu arada bizim platformada əgər müəyyən bir müddət əməliyyat görmürsünüzsə, səhifə ümumiyyətlə RAM-ı çox istifadə etməmək adına avtomatik olaraq bağlanır. Ona görə səhifəni yeniləyib, yenidən modelimizi daxil edib qura bilərsiniz. Okey, ümid edirəm bütün addımlar sizə aydın olmuş oldu. Qısaca əgər təkrarlanmış olarsa
datasetimizi daxil edirik. Gəlir, yaş, ailə sayı, təhsil, cinsiyyət, sığorta növü, pensiya və yaralanmanı izah edici dəyişənlər olaraq daxil edib model spesifikasiya xətasının qarşısını almaq üçün böyük skelə sahib olan dəyişənlərin loqaritmasını aldıq, modeli qurduq və modelin fərziyyələrinə baxırıq. Ciddi mantıqlı konularda problemimiz yoxdur. Modelde spesifikasiya xətası yoxdur. Normal paylanma və sabit variansiya problemi yaranıb. Ona görə üçüncü addımda istifadə olunan model üçün biz qeyri-parametrik robust reqressiya modelini istifadə etməliyik. Bu halda prob dəyərləri %5-dən böyük olanlar gəlir dəyişəni və pensiya növünün xeyir olması cinsiyyət dəyişəni, pensiyada olma vəziyyəti cinsiyyət və gəlir tibbi xərt üzərində ciddi ortalamada fərq yaradan dəyişənlər deyil. Hansı dəyişənlər ciddi fərq yaradır? Yaş, ailə sayı, təhsil, yaralanma və sığorta növü ciddi fərq yaradanlardır. Nə qədər ciddi fərq yaradır? Bu zaman biz bu dəyişənin özünə işarə etməliyik. Yaş 1 yaş artanda 2,4% artış olur. Ailə sayı 1 fərd artanda 9,5% azalma olur. Təhsil 1 il artanda 3% artım olur. Sığorta növü özəldirsə, sığorta növü dövlətlə müqayisədə 19,8% xərclərdə artış olur. Yaralanma xeyirdirsə, yəni yaralanmayan şəxsin, daha öncə ciddi yaralanması olmayan şəxsin yaralanması olan şəxslə müqayisədə 42,9% sığorta xərci hazır şəklində şərh edəcəyik. Baxdığımız zaman əslində modelin düzgün spesifikasiyasından qurulduğu üçün bizim intuitiv olaraq düşündüyümüz pozitiv və negativ təsirlərinə, yəni modelin məntiqi olaraq da əmsalların pozitiv və negativ təsirlər olaraq ortaya çıxma vəziyyəti də olduqca məntiqli görsənir. Təbii ki, dostlar, reqressiya modeli ən sonunda bizim məntiq olaraq challenge edəcəyimiz bir modeldir eyni zamanda. Əgər deyək ki, ümumiyyətlə yaralanmış şəxsin yaralanmamış şəxsə görə təsir pozitiv çıxsaydı, mən bu modeldən şübhələnə bilərdim. Çünki normalda daha öncə yaralanmış və ciddi xəsarət almış şəxsin nə gözləyirəm mən? Tibbi xərcin daha yuxarı olmasını gözləyirəm. Düzdürmü məntiq olaraq? Əgər bu negativ çıxıbsa, xeyir olanlar da negativ çıxıbsa düzgündür. Əgər pozitiv çıxsaydı, bu modeli yenidən gözdən keçirməliydim. Data keyfiyyətim haqqında yenidən düşünməliydim. Modelin açıqlama gücünə gələk son. R-squared dəyəri 0,04 əldə olunub. Bu, ən böyük müzakirə olunan, belə deyək də, məqamlardan biridir. R-squared dəyəri necə yəni 0,04 əldə olunub? Bəli, bu ola bilərmi? Ola bilər. Çünki əgər biz xüsusən enli kəsikli datasetlərdə işləyiriksə, yəni fərdlər üzərində toplanan datasetlərdə işləyiriksə, R-squared dəyəri olduqca yüksək hesablanan bir dəyər olmur və normalda bunun dəyəri 0-dan 0,30 arasında dəyişir. Maksimum əldə edə biləcəyimiz R-squared dəyəri bəlkə də 0,50 ən yaxşı toplanmış, yaxşı sampling olunmuş datada 0,50-60 arası ola bilər. Ancaq time series bir datasetdə işləyiriksə, R-squared dəyərinin yüksək olması normaldır. Çünki time'dan qaynaqlı olaraq R-squared dəyərində bir şişmə olaraq ortaya çıxa bilir. Bu digər məsələlərdən biri olaraq diqqətinizə çatdırmaq istədim. Ümumiyyətlə, bizim tətbiq edəcəyimiz reqressiya modelində addımlar, modelin seçilməsi, fərziyyələrin yoxlanılması və s. Əmsalların şərh olunması ümumi prinsip olaraq bundan ibarətdir. Əgər ətraflı hər hansı bir məlumat almaq istəyirsinizsə, ədəbiyyat araşdıra bilərsiniz. Müəyyən kitablarda reqressiya modeli, onun qurulma prinsipi, Gauss-Markov teoremi, onun fərziyyələri, fərziyyələrin ödənməsi, testlərin arxa fonundakı məntiq, riyazi formaları və s. kimi əgər məlumat almaq istəyirsə, bu ədəbiyyata yönəl bunlar haqqında məlumat əldə edə bilərsiniz. Amma tətbiqi olaraq, qısa və lakonik olaraq sizə deyəcəyim və tətbiqdə, tətbiq addımlarında hər hansı bir xətaya yol verməməyimiz üçün şərhləri və onların izahlarından ibarət olan videomuz bundan ibarət idi. Edirəm sizin üçün faydalı bir video olmuşdur. Növbəti videoda görüşənədək.